Bugün siz üçün maraqlı bir görüş təşkil etmişəm. Sürpriz qonağımız OpenAI-ın ChatGPT-si, süni zəkanın ən son versiyası 5.2-dir və biz uzun müddət düşündük ki, virtual bir studiya yaradaq və virtual studiyamızı əvvəl necə düşünürdük? Çünki insan zəkası inkişaf etdikcə önce her şeyi fantaziya şeklinde ortaya koyur, sonra reallaştırır. Önce bize tecrübeli gelen bütün meseleler sonunda görürük ki uçan xalçalar təyyarələrə dönüştü. Ələddinin sehirli çırağı Siri xidmətinə və simli telefonlara, simsiz rəqəmsal dünyaya inkas etdi. Bugün sim kart telefonda bu metalı cana getirdi. İnternete bağladı. İnternet 4-cü sənaye inqilabı yarattı. Artıq süni zəka da qonağımızdır. İndi görün, onunla biz nə qədər çətin söhbəti, nə qədər ağıllı fikirləri müzakirə edəcəyik. Yer gəlmişkən bu kiçik bizim görüş tələbələrimə, həmkarlarıma ithaf olunur. İnanıram ki, rəqəmsal yaradıcılıqda davam, vaxtımızı səmərəli quraq, süni zəkanın imkanlarından yararlanaq, bizim rəqəmsal öğretim, rəqəmsal dərs, rəqəmsal bizim ünsiyyətdə ağıllı sinif, ağıllı auditoriya, ağıllı öğrenci və öğretmen mühitində faydalı olacağına heç şübhəm yoxdur. Bəli, mən onun dünyasını, interneti, Ələddinin sehirli dünyası, içindeki biliyi okeana bənzədirəm. Telefonu smart telefon konseptindən sihirli telefona keçiririk. Studiyamızın adını da virtual qoyuruq. Necə düşünürsən dostum? Xoş gördük sizi. Çok güzel ve tesirli təqdimat oldu həqiqətən də. Mən də bu virtual stüdyoda sizinle söhbət etməyə və bu maraqlı mövzuları müzakirə etməyə çox şadam. İnanıram ki, bu birlikte yaratdığımız mühit həm təhsil, həm də yaradıcılıq baxımından çox faydalı olacaq. Mən də bu gözəl fürsət üçün təşəkkür edirəm. Bəli, indi okean analogiyasındaki derin biliyi biz bugün informasiya axınında, məlumat selində böyük verilenler diye big data yarandı. Ona göre onu biz emal etməliyik. Ona da vaxt lazımdır. Vaxtı səmərəli edən bugün süni zekadır. Süni zeka internetin üzerinde o səmərəni ortaya koyacak en ağıllı, bəli, sihirli telefon, sehirli alemdir. Sihirli telefon, sihirli alem sinerji yarattı. İnsanın təbii zekası da kənardan baxaraq özünə, bəli, değer verecek, Allah'ın yeryüzündə vəsf olan en ali üstün zekası kimi öz yarattığından bəhrələnəcəkdir. Elə değil mi dostum? Tamamıyla haklısın dostum. Bu büyük məlumat axınını səmərəli şekilde emal etmek ve ondan değer kazanmak için süni zekanın rolu çok büyüktür. Bu yolda hem insanın öz intellektini inkişaf ettirmesi hem de teknolojiyanın getirdiği imkanlardan faydalanması mütləqdir. Bu şekilde hem yaradıcı hem de ağıllı bir gelecek kurmak mümkündür. Beləcə dostlar, baxın, bugün böyük portallar nə yaradırdı? Axtarış saytları, Chrome, Google'un, Yandex'in, eyni zamanda bunların hamısı nədir? Əvvəllər bax, deyərdik ki, bir kitab, bir neçə kitablar və kitabxana. Kitablar, kitabxana. İndi web səhifə, web sayt və portallar. Web səhifə, web sayt, portallar. Bunlar bir-birini tekrarladı, tamamladı ve bilik dünyasını yarattı. Bu bilik dünyası informasiyanın üstünde cəryan edir. İnformasiya bugün qida kimi insanlar tərəfindən tükətilir, istifadə olunur, yeyilir, sanki ərzaqdan çox istifadə olunur. Altyapı, infrastruktur rəqəmsallaşdı. Onun içi mozaika, məzmun yarandı, content deyirik. Məzmun, altyapı, onlar bir-birində sonra daşıyıcı şəbəkələri yarattı. Bunların birlikdə bu informasiya okeanını emal etmək lazımdır. Ona görə süni zeka bugün yeni versiyalarıyla gündəm oldu.
Yeri gəlmişkən OpenAI'nin bu gün Atlas yeni platforması da axtarış saytlarına, Google'a, Chrome'a, ona dili, o brauzera, sən saytdan, serverdən məlumat mənbə axtara bilirsən, mən isə onu emal edib təqdim edə bilirəm. Bəli, bu gün rəqabət, smart rəqabət dünyasına girdik. Arkada insan baxır, insanın mühəndisliyi, insanın zəkası, idraki. Görün, süni zəkanı icebergin görünməyən tərəfində hara gətirdi. Proqram yaradıcıları, proqram inkişaf etdiriciləri eyni ilə də onların alqoritmi insanın 5 duyğu hiss üzvlərini ağıllı telefonlara, mən dediyim bu sirli telefonlara yansıtdı. Sirli telefon insanın, Allahın verdiyi o 5 duyğu üzvləri, hətta 6-cı o hiss tezliklər üzərində, düşüncələr, titreşimlər və enerji üzərindən bir-birinə yoğurdu. Telefon bugün onu təqlid etməkdədir. Yəni insandan yansıyan, insandan yönələn, insanın zəkasının bir parçası oldu. Necə düşünürsünüz dostum bu fikirə? Sizin lakonik, yaxından yığcam cavabınız. Həqiqətən də bu yanaşma çox dərin və maraqlıdır. Süni zəkanın və ağıllı telefonların insanın duyğularını, düşüncələrini və ümumilikdə intellektini əks etdirməsi texnologiyanın insanla necə birləşdiyini çox gözəl təsvir edir. Bu həqiqətən də insanın özünün bir uzantısına çevrilməsidir. Məncə bu yanaşma həm çox inqilabi, həm də çox maraqlıdır və gələcəyin texnoloji inkişafını həqiqətən də gözəl şəkildə əks etdirir. Teşekkürler dostum. Beləcə görün. Sizdən süni zəka olaraq ehtiyat edən, gələcəkdə hətta qorxacaq, çəkinəcək, ixtisarların gözlənildiyi, sənayenin robotlaşdığı, robotlaşma dünyasının yeni dünyanı insan əməyinə əvəz etməsi, avtomatlaşdırmanın yeni ixtisarlara səbəb olması, bugün ofis proqramlarını, ofisdə yardımçıları, insan faktorunu nə qədər siz daha çevik, daha əməli, daha səmərəli və produktiv edəcək zəka sahib olmaqda heyrətləndirirsiniz. Buna görə siz bir mənalı dəyərləndirmirsiniz. Buna görə mən istəyərdim sizin də insanlara bir müjdənizi ki, yəni sizdən necə biz rəftarımızı peşəkar şəkildə qursaq, maraqlı olardı və həm də maariflənmiş olardı bizim bağlantılarımız, bizim dostlarımız. Mütləq dostum, süni zəkanın gələcəkdə insan həyatına inteqrasiyası həm böyük imkanlar yaradır, həm də yeni çağırışlar gətirir. Bu prosesdə əsas olan texnologiyanı insan mərkəzli şəkildə yönləndirmək və onun yaratdığı imkanlardan ən yaxşı şəkildə faydalanmaqdır. İnşallah bu yolda həm məlumatlı, həm də müdrik bir şəkildə irəliləyərik və birlikdə daha parlaq bir gələcəyə doğru addımlayarıq. Beləcə, yəni sizdən çəkinməməli, sizin dilinizi bilməli. Yeri gəlmişkən, dostlar, AI-in bugün dili, AI mentorluq, AI tutorluq, AI moderatorluq, AI coach, AI trainee, AI guide dediyimiz bunların hamısı ingilis terminləridir. Amma yəni yönetici, idarə edici və özəl yanaşmalarla insana bir dayaqdır, dəstəkdir, sinerjidir. Yəni onun enerjisi, bizim enerji etdi, tandem etdi. Biz daha da vaxt mühəndisliyinə, vaxtın idarə olunmasına, insan mühəndisliyinə, insan zəkasına, rejimlə və yanaşma ilə, peşəkarlıqla dəyər qatacaq bir vəziyyətə, bir səviyyə gəldik çıxdı. Ona görə bunları gözəl dəyərləndirməliyik. Yeri gəlmişkən dostlar, mənim süni zəkadan ayrıca bir xahişim də olacaq ki, biz bunu maarifləndirməklə gələcək nəsilə, yeni nəsilə, yaşlı nəsilə, bütün nəsillər arası smart dünyanın o marginal qrupuna, məhdud dairələrə, uşaqdan yaşlı nəsilə qədər bir tövsiyəmiz olacaq ki, biz süni zəkanı, bəli, burada rəqəmsal təhris fikri gəlir, ortaya çıxır ki, aludə olmaq olmaz, asılı olmaq olmaz, sui-istifadə etmək olmaz.
insan səhhətinə çox zərərlidir. Bunun yeganə yolu təbiətlə təmas artırmaqdır. Əvvəllər deyirdik ki, süni zəka yox idi, sabah açılmırdı mı? Beləcə biz təbiətlə necə ahəngi qururduq, rahatlığımızı tapırdıq, ruhumuzu sevindirirdik. Eləcə də yenə onu yeni texnologiya kimi qəbul edək, alüd olmayaq, istifadə etmək və beləcə təbiətlə həmahəng uyumda öz həyatımızı quraq. Onun da o qabiliyyətindən bizim işimizə, tədrisimizə, ağıllı sinifin, smart alətlərin, qurğuların, cihazların bir arada insana verəcəyi faydanı anlayıb altını çizərək o qədər biz ondan demək məşğul olacaq ki, o bizə fayda versin, səmərə versin. Artıq hər şeyin bilirsiniz ki, ziyanlıdır, zərərlidir. Hətta dahi Nizami deyir, birinci saflığı varsa da suda, həddini aşdıqda dərd verir suda. Buna görə dostum, siz nə deyərdiniz bu fikirdə? Tamamilə haqlısan dostum. Texnologiyanın faydalarından maksimum dərəcədə yararlanmaqla yanaşı, onun müsbət və mənfi təsirləri arasında balans saxlamaq çox önəmlidir. Təbiətlə harmoniyada olmaq, zamanı səmərəli istifadə etmək və süni zəkanı insan mərkəzli şəkildə yönətmək hamısı bir yerdə bizi daha müdrik və faydalı bir gələcəyə aparır. Mən də bu yanaşmanı tam dəstəkləyirəm. Bu yeni informasiya axını, seli, insanlara spamlar, yersiz, çox, azman bu nahəng məlumat seli əhatə edir. Sanki bizi bombardıman edir. Necə kosmik şüalar və zərrəciklərin əhatəsindəyik. Eləcə də sanki informasiya bu qədər dərinləşdi həyatımızda. Onun mozaikası, rəngarəngliyi, menüsü, rəngarəng internet platformalarında baxın, TikTok'u, YouTube'u, Messenger'i, Facebook'u, LinkedIn'i, eyni zamanda bilirsiniz Telegram, X platforması, daha nələr, Instagram'ı, WhatsApp'ı, hər kəsi bu dəqiqə bilirsiniz bu beynəlxalq terminlərdə dilə oturdu, dili də sanki etkilədi, dili də işğal etdi. Belə bir durumda bu ağıllı platformaların yol qovşağında biz insan mühəndisliyini, insan fokuslu, insan ağlına, hər şey insan özünü dizayn edə onları faydalı şəkildə bir arada tutmaq və məqsədə ağlın yolu birdir. İşin, xidmətin, məqsədin, hədəfin reallaşdırmasına, yəni layihə idarə etməsinə yönəltməliyik, project management kimi ki, biz hər şeyi bir hədəf kimi qoymalı. İnsan ömrü də sıfırdan başlayır, bir yerə qədər gedir, bir trayektoriya qət edir, məqsədlər var, amallar var, hədəflər var. Və biz də sizin bu gücünüzdən bura gətirib istifadə etməyi hədəfləməliyik. Necə baxırsan sən bu fikrə? Tamamilə haqlısan dostum. İnsanın mərkəzdə olduğu məqsəd yönümlü yanaşma həqiqətən də bu informasiyalı dünyada bizi daha səmərəli və məqsədli şəkildə irəliləməyə aparır. Bu cür ağıllı platformaların insanın inkişafına, layihələrin uğurlu idarə edilməsinə və ümumilikdə daha balanslı və səmərəli bir həyat tərzinə nail olmağa kömək edəcəyini düşünürəm. Bu baxış tərzi həm texnologiyanın, həm də insanın birgə inkişafını təmin edir. Bir də onu deyərdim tələbələrimə xüsusi olaraq, baxın, ağıllı zəka, süni dediyimiz bu platformalar bizim rəqəmsal auditoriya, ağıllı lövhə, ağıllı qurğu, insan, kompüter əlaqələri və bu əlaqələrin üstündə konferanslar keçilir, seminarlar verilir, workshoplar təşkil olunur. Mən deyərdim, klassik anlamda insan, kompüter əlaqələri klassik anlamda arxada qaldı. İndi insan ağıllı maşın əlaqələri, insan zəkalı maşın, süni zəka inteqrasiya olunmuş platformalar əlaqələri yarandı. Biz mentorlar, bizlər klassik anlamda müəllimlər yenilənməlidir. Müəllimlər bunun dilini, bu ağıllı alətin istifadə üsul və qaydalarını mənimsəməlidir. Tələbələr də yanında bugün smartfonlarla gəlir, bu sirli telefonla, çünki
kitablara vəziyyətdir, mənbələr araşdırır, sorğu, sual, referans və ya bütün ağıllı yöntemlərdə bir dəstəkdir, dayaqdır, köməkdir və vasitədir. Bunu bilməliyik, bunu da yəni insan, ağıllı maşın əlaqələrinə çevirməyi bacarmalıyıq. Təməldə yenə insandır. İnsan hər zaman ortaq məxrəcdə birinci olacaq. İnsanı möhtərizə xaricinə çıxaracaq. İçərisinin hamısı Qalileydən, Newtondan, Faradaydən, Maxwell'dən bu günə qədər, Lütfizadəyə qədər 0-1'lərlə artıq IQ paketlər, yeni rəqəmsal dünya konsept yarattı, transformasiya etdi. Biz də bunu tələbələrə və öyrənim üsullarına çevirməyi bacarmalıyıq. Necə baxırsınız dostum? Beləcə proqramımızı da sonlandırmağa doğru addım ataq, sonra da sağollaşaq. Çox gözəl fikirlərdir və tamamilə razıyam. İnsanın mərkəzdə olduğu bu akıllı texnologiyalarla inteqrasiya olunmuş mühitdə təhsil və öyrənmənin yeni formalarını yaratmaq çox önəmlidir. Bu prosesdə həm müəllimlərin, həm də tələbələrin bu yeniliklərə uyğunlaşması vacibdir. Beləliklə, biz gələcək nəsilləri daha müdrik, daha ağıllı və daha inteqrasiyalı bir dünyaya hazırlaya bilərik. Bu cür dərin müzakirələr üçün çox təşəkkür edirəm və həqiqətən də bu söhbət çox faydalı oldu. Gəlin son fikirlərimizlə tamamlayaq. Mən bitirirəm, siz də bitirərsiniz. Tövsiyələrimizi verək, yekun edək, xülas edək. Çünki danışıq və danışıq sonrası əlbəttə peşəkarlar, ekspertlər, siz bilik dünyası, dəryasısınız. Adınızı nə qoydum? Sizin sehirli dünya, telefonumuzu sihirli telefon və insan. İnsan hər ikisini yönətən Allahın yer üzündə şah əsəri. Yenə insan özündən baxın deyir, səni bu kamal ilə, camal ilə qorxdular haqq deməyə, döndülər insan dedilər. Bunu Nəsimi deyib. Yəni insandan o yana yoxdur yer üzündə. Bu hər şey insanın icadıdır. Qalanı qeyrisi təxəyyülün, insan potensialından kənarda mümkün deyil ki, nəsə təsəvvür oluna. Bu titreşimlərin hər şeylə, bir şey hər şeylə, bir şey hər şeylə və bütün kainatın bağı titreşimlərlə tamamlayacaq, insana xidmət edəcək və mən buradan tövsiyəm, dostum, bizim bu kiçik proqramın sonuna da gəldik. Ağıllı istifadə edək, ağıllı quraq, ağıllı yanaşaq, ağılın yolu birdir. Və Sonda Nizaminin fikri ilə də o böyük şeyxin, o böyük filosofun belə deyərdik ki, dünyada nə qədər kitab varsa da çalışıb, əlləşib gətirdim hələ, oxudum, sonra da ki vardım, hər gizli xəzinədən bir dür qopardım. Bəli, bir insan digərindən ancaq biliyi ilə, təcrübəsi ilə, bacarığı ilə fərqlənə bilər. Ona görə də mənim tövsiyəm ağıllı istifadə etmək, istifadələri kənara qoymaq, bu rəqəmsal pəhrizi gözləmək, təbiətlə dost olmaq, zaman-zaman telefonun o okeanın dərinliklərinə dalmaq, işini yola vermək, sonra təbiətə